Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının ittiham olunduğu cinayət işi üzrə açıq məhkəmə prosesi keçirilir. İclasla bağlı ətraflı məlumatları hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Südabə Cahangirli bizə çatdıracaq. Buyurun, efirdə siz eşidirik. Hər vaxtınız xeyirli olsun. Bu dəqiqələrdə Bakı məhkəmə kompleksində təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Arayik Harutyunyan, Bako Sakyan, Arkadi Qukasyan, David Babayan və digərlərinin barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökmün oxunmasına başlanılıb. Qeyd edək ki, bir ilə yaxındır bu məhkəmə prosesi keçirilir. Ötən ilin yanvarında başlamışdı məhkəmə prosesi və bir ildən çox bir müddətdə məhkəmə istintaqa aparılmışdı. Ötən ilin sonunda isə məhkəmə istintağı yekunlaşmış və təqsirləndirilən şəxslərə barəsində dövlət ittihamçıları çıxış edərək onlardan məhkəmədən onların barəsində müvafiq cəzaların təyin olunmasını istəmişdi. Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən Arayik Harutyunyan, Lyova Mnasakanyan, David Babayan, David Manukyan, David İşxanyanın ömürlük azadlıqdan məhrum olunmasını istəmişdi. Digərlərinin isə müvafiq olaraq 20, 19, 18, 17, 16 il müddətinə məhkəmədən azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişdi. Onların hüquqlarını müdafiə edən vəkilləri isə təqsirləndirilən şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdi. Bundan sonra məhkəmə tərəfləri dinləmiş və eyni zamanda təqsirləndirilən şəxslərin hər biri məhkəmədə son sözlə çıxış etmişdi. Qeyd edək ki, məhkəmə prosesi bir ildən çox da qeyd etdiyimiz kimi davam edir və təqsirləndirilən şəxslərin hüquqlarını iki müdafiəçi müdafiə edir. Göründüyü kimi, onların hüquqlarını müdafiə edən vəkilləri də bugün elan olunan hökm prosesində iştirak edirlər. Həmçinin bu iş üzrə çoxsaylı, yarım milyondan çox zərər çəkmiş keçir. Onların da hüquqlarını məhkəmədə nümayəndələri müdafiə edirlər. Hazırda hökm elan olunur. Qeyd edək ki, təqsirləndirilən şəxslərə həm də iki dildə tərcüməçi ayrılıb. Rus və erməni dilində tərcüməçilər ayrılıb. Hazırda qeyd etdiyimiz kimi hökm elan olunur və son nəticə ilə bağlı biz xəbərlərin növbəti buraxılışında tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.